Az öncə xutbənin əvvəlində oxuduğum ayə Ali İmran surəsinin sonuncu ayəsi idi, 200-cü ayəsi idi. Həmin bu ayədə Allah razılığını qazanmağın və nicat tapmağın mərhələləri qeyd olunur ki, insan nələri əldə etməlidir ki, Allah razılığını qazansın və nicat tapıb qurtuluşa çatsın. Necə edək ki, əziz möminlər, qurtuluşa çatıb nicat tapaq, Allahın razılığını qazanaq? Ayədə birinci olaraq qeyd olunur ki, İsbiru, səbir edin. Birinci səbir gəlir. Hər şeyin müqəddiməsi səbirdir. Allah razılığını qazanmağın birinci mərhələsi səbirdən başlayır. İnsan gərək həyatdakı çətinliklərə, ibadətlərə və nəfsin istəklərinə səbir etsin ki, birinci buradan başlasın ki, insan Allah razılığına gedən yola qədəm qoysun. Əks halda səbir olmasa, insan Allah razılığını qazana bilməz. Uğura gedən yolun müqəddiməsi səbirdir. Ümumiyyətlə, insan həyatda da bir işə başlayanda əvvəlcə fikirləşməlidir ki, mənim bu işə gücüm çatar ya yox, mənim bu işə səbrim çatar ya yox. Əgər baxmalıdır ki, buna səbri çatarsa, yarı yolda bir işi qoymazsa, bu işə gərək başlasın. Səbri necə əldə etməlidir insan? Dinimizin bizə buyurduğu bütün ibadətlərin əsas fəlsəfəsi insana səbri və iradəni aşılamaqdır. İstər oruc olsun, istər həc olsun, istər namaz olsun, birinci növbədə insanı həyata hazırlayır. İnsana iradəni, səbri öyrədir bunlar ki, insan həyatda çox çətinliklərlə qarşılaşacaq. Həmin bu çətinliklər qarşısında səbirli və dözümlü olsun. Səbir göstərə bilsin. Elə bir ki, bu ibadətlər insan üçün, həyat üçün bir məşğələdir. İnsana bir məşğələ keçir. Bir idmançı, necə ki, idmançı üçün fiziki hazırlıq da önəmlidir. Amma fiziki hazırlıqdan da önəmli nədir? Psixoloji hazırlıqdır ki, bir idmançı uğur qazanmaq üçün birinci növbədə iradəli və səbirli olmalıdır. Əgər bir idmançı nə qədər fiziki hazırlığı olsa, fiziki gücü olsa da, səbri və iradəsi olmasa, o mütləq yanlışa yol verəcək və səbirsizlik eləyəcək və bu səbirsizlik də onun məğlubiyyətinə gətirib çıxaracaq. Həyatda da belədir. İnsan nə qədər mənəvi keyfiyyətlərə sahib olsa da, nə qədər mənəvi keyfiyyətlər onda olsa da, onun başında səbir dayanmasa, o mənəvi keyfiyyətlər onun köməyinə çatmayacaq. Baxırsınız ki, bir insan çox müsbət keyfiyyətləri var. Cəmiyyətə yarayır, xeyrə, şərə yarayır. Amma gəl gör ki, onun səbri yoxdur. Bir an səbirsizlik bütün işlərini puç edir. Bu səbəblə də gərək birinci insan səbri özündə formalaşdırsın. İnsanda səbir olsa, digər müsbət keyfiyyətlər də onun işinə yarayacaq. Necə ki, bir binanın təməli zəif olsa, onun üzərində nə qədər nə yığırsan yığ, necə yüksək keyfiyyətli bir şey inşa edirsən elə, balaca bir sarsıntıda həmin bina çökəcək. İnsan da belədir, nə qədər ki səbrin yoxdursa, onun üzərinə nə qədər müsbət keyfiyyətləri yığırsan yığ, özündə cəmlə, balaca bir sarsıntıda hamısı çökəcək. İnsan həmçinin gərək həyatda həm iş seçəndə də, həm ailə quranda da birinci növbədə səbri əsas alsın. Məsələn, daha çox sözüm yeni peşə axtaran, yeni formalaşan yeniyetmə və gənclərədir ki, bir peşəyə meyliniz varsa, həvəsiniz varsa, baxırsınız, görürsünüz ki, bir peşə sizə maraqlı gəlir. Amma halva deməklə ağız şirin olmaz. Gərək, mən məsləhət görərdim ki, həmin peşə sahibi ilə, bir müəllim yanına, ustad yanına gedin, görün ki, həmin peşəyə səbriniz çatır ya yox, bu peşəni davam etdirə biləcəksiniz, nə olsun ki, həmin peşəyə həvəsiniz var. Baxın, görün, bu peşədə səbir göstərə biləcəksiniz. Məsələn, bir insan dərzi olmaq istəyirsə, geçsin bir dərzi yanında özünü yoxlasın, görsün ki, o incə naxışları vurmaq və digər dərziliyə xas olan işləri görməyə onun səbri çatacağı ya yox. Birinci növbədə bunun üçün səbri məşq eləmək lazımdır. İnsanın hansı işə səbri çatırsa, ona davam gətirə biləcəksə, gərək insan həmin işi öz çiyninə alıb yüklənsin.
Həmçinin ailədə də bir insan ailə qurmaq istəyirsə, birinci növbədə fikirləşməlidir ki, mən səbirli olacağam. Ailə qurmaq iki dənə fərqli şəxsin bir yerdə həyat sürməsidir. Gərək ailə quran şəxslər birinci növbədə onu qərar alsınlar ki, mən qarşı tərəfə səbr edəcəm. Qarşı tərəfdə qərarı alsın ki, mən də qarşı tərəfə səbr edəcəm. Çünki heç kim 14 məsumdan başqa ideal deyil, məsum deyil. Hamının səhvləri var, hamının nöqsanları var. Bu nöqsanlar get-gedə daha sonra ortaya çıxır. Bu nöqsanları gördükcə insan gərək bunu qərara alsın ki, mən səbr edəcəm, gözüm sərgiləyəcəm və Allahın razılığı da məhz buradadır. İnsan nə qədər səbr etsə, gözüm göstərsə, istər ailədə, istər iş həyatında, istər cəmiyyət içində, cəmiyyətlə davranış sərgiləyəndə, ola bilər ki, cəmiyyətdə hamı biz istədiyimiz kimi davranmayacaq. Birinə biz yaxşılıq eləyəcəyik, yaxşı münasibət göstərəcəyik, əvəzində kobudluq görəcəyik. Birinə yaxşılıq eləyəcəyik, əvəzində pisliyi görəcəyik. Birinci növbədə özümüzə səbri aşılamalıyıq ki, biz əgər bu yola çıxırıqsa, Allahın razılığını qazanmaq yoluna çıxırıqsa, gərək səbr edək. Allahın razılığını qazanmağın birinci növü, birinci mərhələsi, müqəddiməsi ayədə buyurulduğu kimi isbiru, səbirdən başlayır. Məhz Məhərrəm ayı olduğu üçün istəyirəm ki, səbir mövzusunda, Allahın razılığı mövzusunda elə İmam Hüseyn əleyhissalama da toxunum, Kərbalaya da toxunum. Kərbalada əsas Allah razılığını qazanmağın yolu səbir idi. Səbirdən başlayırdı. Orada olanların hamısı səbir əhli idi. Səbir etməyi bacaranlar idi. İmam Hüseyn əleyhissalamın hədisdə qeyd olunur ki, İmam Hüseyn əleyhissalam hidayət çırağı və nicat gəmisidir. Bu gəmiyə minməyin yolu da, bu gəmidə olmağın yolu da birinci növbədə səbirdir. Səbri özünə əsas alan şəxslər bu gəmiyə minə bilərlər. İstər indi, istərsə də orada da elə səbri özünə əsas alan şəxslər idi İmam Hüseynin yanında. Bunların da bariz nümunəsi ilə İmam Hüseyn əleyhissalam idi ki, onun səbrinin yanında heç bir səbir göstərilə bilməz. O səbrin kulminasiya nöqtəsi idi. İmam Hüseyn əleyhissalamın ən yaxınları Kərbəlada şəhadətə çatdılar. Əli Əkbəri getdi, Əbəlfəzli getdi, hamısına səbr elədi. Və hətta sonda İmam Hüseyn əleyhissalamın son qurbanı 6 aylıq körpəsini oxlayanda İmam Hüseyn əleyhissalam 6 aylıq körpəsini göyə qaldıraraq dedi ki, İlahi, əgər bu sənin rizandırsa, onda biz də razıyıq. Son dərəcədə rizayət göstərdi. Bu da səbrin nümunəsi idi. Kərbəlada İmam Hüseyn əleyhissalama qoşulanlardan biri Züheyr ibn Qeyn idi. Züheyr Kərbəlada İmam Hüseynə qoşulmaq istəyəndə onun yoldaşı dedi ki, mən də səninlə Kərbəlaya gəlmək istəyirəm. Mən də gəlib Kərbəlada iştirak eləmək istəyirəm. Amma Züheyr nə dedi? Dedi ona ki, yox, mən sənə icazə vermirəm. Gəlib bizimlə Kərbəlada olma. Züheyrin yoldaşı nə dedi? Dedi ki, bəs İmam Hüseyn özü ilə Kərbəlaya xanım Zeynəbi götürüb. Züheyr qayıtdı, dedi ki, xanım, nə mən İmam Hüseynəm, nə də ki, sən xanım Zeynəbsən, nə məndə İmam Hüseyndə olacaq dərəcədə səbir var, nə də səndə xanım Zeynəbdə olacaq dərəcədə səbir var. Ona görə sən azadsan, sən bizimlə Kərbəlaya gəlmə, mən dözə bilmərəm o çətinliklərə. Züheyr özünü də tanıyırdı, xanımını da tanıyırdı. Bilirdi ki, onlar da səbr göstərirdilər, amma onların səbri Əhl-i Beytin səbri ilə müqayisədə, İmam Hüseynin səbri ilə müqayisədə, xanım Zeynəbin səbri ilə müqayisədə heç bir ölçüyə gəlməzdi. Allah razılığını qazanmağın digər yolu isə səbri tövsiyə etməkdir. Buyurulur ki, səbri həmçinin tövsiyə edin cəmiyyətdə. Baxırsınız ki, cəmiyyətimizə bu saat baxsaq, hamı əsəbanidir. İnsanların həyatını əsəb alt-üst eləyib. Nizam intizam yox, əsəbanilik, gərginlik insanları həyatını pozub. Gərək bu dövrdə neyniyək? İnsan özü səbirli olduqdan sonra cəmiyyətə də səbri tövsiyə eləsin. Cəmiyyətdə gərginliyi gördükdə müdaxilə eləyib, gərginliyi azaltmağa, insanları səbirli olmağa çalışsın. Bunun da birinci yolu nədir? İnsan gərək birinci özü səbirli olsun. İnsan özü səbirli olmasa, cəmiyyətdə səbri tövsiyə eləyə bilməz.
Qeyd olunur ki, yaşlılardan eşitmişik ki, əvvəllər kişilər olublar ki, cəmiyyətdə bir mübahisə düşəndə müdaxilə eləyib qan tökülməsinin qarşısını alıblar. Bunun səbəbi nə olub? Çünki onlar özləri də səbirli olublar, səbirli və iradəli olublar. Buna görə sözlərinin kəsəri olub cəmiyyətdə. İnsan da əgər istəyirsə ki, cəmiyyətdə sözünün keçəri olsun və bir şeyə müdaxilə eləyəndə təsir göstərə bilsin, birinci növbədə gərək özü səbirli olsun. Əks halda səbirsiz insan əgər bir mübahisəyə müdaxilə eləsə, baxar görər ki, özü də həmin mübahisənin içindədir, özü də həmin mübahisəyə qatılıb. Daha da pis nəticə verər. Daha sonra ayədə nə buyurulur? Allah razılığını qazanmağın növbəti mərhələsi nədir? Buyurulur ki, vərabitu. Vərabitu, rəbt sözü ərəb dilindən gələndə nəyisə harasa bağlamaq mənasını verir. Rəbt qəlb o mənanı verir ki, Allahdan başqasına bağlanan qəlb. Allahdan qeyrisinə bağlanan qəlbə rəbt deyilir. Daha sonra ayədə buyurulur ki, səbr etdiniz və səbri tövsiyə elədiniz ki, ardıcanda qəlbinizin keşiyində dayanın. Qoymayın, nəfsinizin istəkləri və şeytan sizin qəlbinizə hökm eləsin. Daim keşikdə durun qəlbinizdə. Baxın, həyatınızın hər bir situasiyasında baxın ki, baxın qəlbinizdə Allah razılığından başqa bir şey var ya yox. Bunun üçün keşikdə dayanın. Kompüterlərdə virus düşməməsi üçün antiviruslar yüklənir də, insan da gərək qəlbinə özü antivirus rolunu oynasın. Diqqət eləsin ki, hər hansı bir mənəvi xəstəlik, mənəvi virus onun qəlbini alt-üst eləməsin, onun halını dəyişməsin. Allah razılığını qazanmağın yollarından biri də budur. Növbəti mərhələ nədir bəs? Allah razılığını qazanmaq üçün daha sonra buyurur ki, vəttəqullah, təqvalı olun, Allahdan qorxun. Bu mərhələləri keçəndən sonra insan gərək Allahdan qorxsun. Həyatda hər bir addımında Allah razılığını fikirləşsin və təqvanı ön plana çıxartsın. Keçmişdəki söhbətlərdə təqvadan danışdığım üçün, təqvanın dərəcələrindən danışdığım üçün bu mövzuya çox toxunmayacağım. Ardıca buyurur ki, لَعَلَّكُمْ تُفْلِحُونَ Bəlkə nicat taparsınız. Və bu mərhələləri keçəndən sonra insan bəlkə nicat tapar. Yəni insan gərək bu sadaladığım şeyləri öz həyat tərzinə çevirsin ki, bəlkə nicat tapdı. Əks halda bu sadaladığım şeyləri kənara qoyub insan yaşasa, insan Allah razılığından uzaqda və nicat tapmaqdan, qurtuluşa çatmaqdan uzaqda olacaqdır. Allah Teala bizləri öz razılığını qazanan və nicat tapan bəndələrindən qərar versin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fasalli li rabbika wanhar. İnna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.